Salam, hər vaxtınız xeyir. Az kanal izləyiciləri, bugün İsmaili rayonunun rayona yaxın yerdə, yəni Qarabağ qəsəbəsi deyilən yerdə belə bir ev mülküm satışa çıxarılıb. İş daxil olanda ev düzdür, tam deyil, yarımçıqdır, tikilib, amma üstü örtülməyib. Daxil olanda bax, bu evin görüntüsüdür bu qaydada. Bura darvaza yeridir. Həyətdə ayaq yolu nəzərdə tutulub. Belə bir yay evi, yəni 24 kvadrat, altın 4-ə belə bir otaq nəzərdə tutulub. Daxil olanda həyətə ilk növbədə evin altına belə qaraj qoyulub, həm maşın girmək üçün. Deməlidən ev kolonların üstündə tikilib. Gördüyünüz kimi çox keyfiyyətli beton kolonlar. Yuxarısı mansard tiplidir. Ümumi evin deməlidən 120 kvadratdır. Birinci mərtəbə, ikinci mərtəbədə həmçinin ümumi 240 kvadratdır evin sahəsi. Deməlidən bir hissəsində pilləkən yeri nəzərdə tutulub. İndi gələcəyinə kim alsa layihəyə görə özü necə istəyir, içinin dizaynını verə bilər. Və həyətyanı ümumi sahəsi 6 sotdan ibarətdir. Belə su kaçalkası var. Və evin arxa tərəfi, bax buradan yəni qonşu ilə sərhəd var, hal-hazırda hasar çəkilməyibdir. Deməlidən evin arxa tərəfi belə bağlıqdır. Bağ baxsa salınıb yayda oturmaq üçün. Çox gözəl bir yerdə tikilib ev. Deyim ki, yəni buradan da görsənir. Bir tərəfi meşəlikdir, bir tərəfi çaydır. Yəni çox gözəl bir yerdədir, sakit bir yerdə. Gözəl panoraması da var. Bax. Hal-hazırda ev təcili satılır. 36.000 manata deyilir. Yəni bu şəkildə 36.000 manata satılır. Həyətin çıxarışı, yəni kupçası var. Evin layihəsi var, amma yəni tam olmadığı üçün texpasportu olmayıb. Yəni ki, evin öz pasportu yoxdur. Gələcəyində kim alsa, yəni öz adına sənədləşdirə bilər. Amma torpağın sənədləri var. Təcili satılır. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilər. Bir daha qeyd edirəm ki, təcili satılır.